Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Hanım Zehra selamun aleyhanın pak ve müteher ruh hakkında salavat edilir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Neçə günlərdir burada xidmət edən qardaşlar, maddi və mənəvi Xanım Fatimə məclisində iştirakı olan qardaşlarımız inşallah hacətlərinin bərabərdə xeyr olması üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat edilir. Allahümme salli ala Muhammed və ali Muhammed. İnşallah Xanım Fatimənin yanında xəcalətli və şərməndə olan bəndələrdən olmayaq inşallah və o xanıma layiq və o xanımın elədiyi və əməllərinin və xüsusi olaraq vilayətin yolunda çəkdiyi zəhmətdə və biz də vilayət yolunda inşallah sabit qədəm olaq Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edək. Allahümme salli ala Muhammed və ali Muhammed. Və inşallah axırıncı salavatımızı bizlərlə neçə illər bu məclislərdə iştirak elədilər, amma dünyalarını dəyişdilər və bu illəri onlara nəsib olmadı. İnşallah Allah onları bu gecə Xanım Fatiməyə qonaq qərar versin və siz əzizlərimin cəmi dünyadan gedən valideynləri inşallah Xanım Zəhraya qonaq etsin, Peyğəmbər və Ali Peyğəmbərə salavat edin. Allahümme salli ala Muhammed və ali Muhammed və əcəl fərəcə. Mən inşallah qərara gəldim ki, biraz da faydalı olsun deyə 2 dənə şübhə üçün cavab hazırladım ki, bu şübhə həmişə olur, bu şübhələri həmişə verirlər və həmişə sual edirlər. Ki, birinci şübhə Həzrət Əli əleyhissalamın evinə olan hücum və o qapının yanması və niyə Əli qapıya çıxmaması və nə üçün Əli evdə ola Fatimə qapıya çıxmadı və Əli ki, bu qədər qeyrətli idi, bu qədər şücaətli idi, bu qədər əzəmətli və fəzilət və kəramət sahibi idi ki, gözünün qabağında Xanım Fatiməni döydülər. İmam Zaman ağa məni bağışlasın bu ifadəmə görə. Niyə Əli əksül əməl eləmədi? Birinci şübhə budur. Siz də eşitmişsiniz bunu və çox yerdə də eşitmişsiniz, bu sualı verirlər. İkinci şübhə də bundan ibarətdir ki, bizə tutulan eyiblərdən də biri budur ki, biz niyə Xanım Fatiməyə o kəslər ki, zülm elədilər, biz o zülm edən kəslərə niyə lənət oxuyuruq və dəlilimiz nədir? Və onlar dəlillər gətirirlər ki, Peyğəmbər səhabəsin və səhabələri lənətləmək olmaz, onlar behişlə müjdələnmişlərdir və Peyğəmbər özü buyurub ki, gərək səhabələrin yolu ilə biz gedək və səhabələr ulduzlar kimidirlər və. Və halbuki biz həmişə Xanım Fatiməyə o kəslər ki, zülm ediblər, biz onlara həmişə nə eləmişik? Lənət oxuyuruq. Və bugün də oxuyuruq və qiyamətə qədər də oxuyacaq. Bu 2 dənə şübhəyə cavab verəcəm inşallah, müəyyən qədər, bacardığımız qədər. Amma əvvəl Xanım Fatimənin bir əzəməti barəsində sizə bir dənə bir şey deyim. Ondan sonra inşallah bu şübhələrə cavab verək. Və ondan da məclisimizi inşallah qutaraq, çox da çalışın, vaxtınızı çox almayayım, yorulmayasınız inşallah. Və Allah bizi inşallah bu məclislərdən
fəzilət əldə eləməyimiz üçün, elm əldə eləməyimiz üçün xanım Fatimə və Əhl-i Beytə və xüsusi olaraq Əli ibn Əbi Talibin vilayətinə elmimiz artsın, mərifətimiz olsun, Peyğəmbər var, Peyğəmbərə salavat zikr edir. Allahümmə salli ala Muhammed və ali Muhammed Şübhələr yadınızda qaldı da, yəni suallar yadınızda qaldı da ki, bu əsas sualı başa düşməkdir. Fəhmi sual nisful cavab. Deyərlər, sualı başa düşmək cavabın yarısı deməkdir. Ona görə bu sual qalsın zihninizdə və cavabını da inşallah yadınızda saxlayın. Haçan lazım olsa cavab verə biləsiniz. Baxın, Allah təbarəkə və Teala Quran-ı Kərimdə bir neçə toplumdan danışıb, bir neçə dəstədən danışıb, bir neçə çoxluqlardan danışıb. Və bunların hərəsinə bir dənə ayə oxumaq olar, mən də çox vaxtınızı almıram. Başqa bir ibarətlə məsələyə varid olaq, başqa bir ifadə ilə deyim ki, məsələ aydın olsun. Allah Quran-ı Kərimdə insanların düşüncəsinin 180 dərəcə əksinə olan bir məntiq barəsində danışır. Yəni biz insanların, bəşərin düşündüyümüzün və düşünərək əldə elədiyimiz nəticəsin əksin deyib Allah. Adam təəccüb eləyir. O nədir? Ümumiyyətlə bu çox sözü ki var, çox deyirik. Çoxluq, toplum. Bir nəfərə, iki nəfərə çox deməzlər də. Məsələn, 2 nəfərdən artıq 10 nəfər, 20 nəfər, 30 nəfər, bir şəhərin cəmaatı buna çox deyirlər. Allah Quran-ı Kərimdə həm bu cəmiyyətə, bir cəmiyyətə də çox deyib. Və gəlib bir nəfərə də yenə də çox deyib. Maraqlıdır da bu. Məsələn, Allah bir şəhərin çoxluğundan, o cəmiyyətin, cəmaatın çoxluğundan, o şəhərin cəmaatına çox deyir və onların çoxluğundan danışır və gəlir Allah Quran-ı Kərimdə bir yerdə bir nəfərdən danışır, amma ona da çox deyir. Əvvələ bunun məqsəd burada, çoxluqda, Allah məntiqində, Qur'anın məntiqində çoxluq keyfiyyətə əsasəndir. Yəni yüzlərlə çox ol, amma keyfiyyəti yoxdur. İstər yüzlərlə əməl elə, 100 rəkətlərlə namaz qıl, məsələn, səhərə kimi namaz qıl, kəmiyyətin çox elə, amma o namazın keyfiyyəti olmasa, kəmiyyət cəhətindən o çoxdur. Keyfiyyət cəhətindən heç nədir. Amma mümkündür insan bir dənə əməl eləyə. Mümkündür insan 2 rəkət namaz qıla. O 2 rəkət namaz və yaxud elədiyi bir əməl o qədər keyfiyyətli olar ki, Allah dərgahında o keyfiyyətinə görə 1000 rəkət qılınan namazdan nə olar? Çox olar. Çox uzatmayayım. Məqsəd şübhələrdir. Sadəcə bir dənə xanımın Quran-ı Kərimdə dəyərin sizə deyim, bunu bilək. Allah Təbarəkə və Teala buyurur ki, Bismillahirrahmanirrahim, Əlhəkumut təkasur. Hətta zurtumul məqabir və ayənin arxası ilə işim yoxdur. Burada 2 kəlmə deyim, keçirəm o birisine. Əlhəkumut təkasur, Allah Təbarəkə və Teala bir şəhərin cəmiyyətindən, onların toplumundan danışır. Şəhərdə minlərlə insan yaşayır, Allah deyir ki, o insanların, o şəhərdə yaşayan insanların əməllərinin çoxluğundan danışır, elədiklərinin çoxluğundan danışır, mallarının, pullarının, evlərinin, torpaqlarının və dəvələrinin, qoyun mallarının çoxluğundan danışır. Amma o çoxluğun
bu cəmiyyətə, bu cəmaata heç bir məna və mahiyyəti olmaqlığını bizə çatdırır. Yəni bunlar nə qədər də var dövlət sahibi olsalar, nə qədər də imkan sahibi olsalar, nə qədər də öz şəhərlərin abad eləsələr də, rivayətdə gəlib, hətta o şəhərdə biz bugün uzun mərtəbəli binalar görürük. Quran deyir ki, o zaman o şəhər ki onlar yaşayırdılar orada, hündür binalarda yaşayırdılar və hətta o binaların balkonları da var idi. Biz bugün balkon məsələn görürük, balkonları da var idi. Bu adamlar, Allah ki bu çoxluğundan, bu toplumdan danışır, bunların keyfiyyətsiz əməlindən danışır. Əlhah, yəni keyfiyyətsiz, bihudə, yəni heç bir məna və mahiyyət kəsb eləməyən işlərdən danışır ki, onların heç bir keyfiyyət olmadı, nəticəsi də nə oldu? Cəhənnəmə vasıl oldular, getdilər. O hansı işlər idi ki, əlha, yəni o bihudə işlər ki, təkasür çoxluq idi. Məsələn, bu insanların bir xasiyyəti var idi, çox dəhşətli və qorxulu bir xasiyyəti. Allah bundan bizi sağlasın. Bu insanlar, bunlarda bir xəstəlik tutmuşdu, fəxr eləmək, iftixar eləmək xəstəliyi var idi. Məsələn, bunların hamısı varlı idi, şəhərin hamısı imkanlı idi. Pulları ilə da bir-birləri ilə üstünlük məsələsində iftixar eləyə bilmirdilər. Məsələn, mənim milyon pulum var, onu deyə bilmirdilər, çünki hamıda milyon var idi. Ondan qutarmışdılar, keçmişdilər evlərə. Mənim məsələn 5 dənə evim var. Bəzi insanlar görmüşsünüz də, elə də iftixarla, fəxrlə danışır. Mənim Türkiyədə evim var, Dubayda var, burada var, bağda var, dağda var, orada var, dəniz kənarı adamlar var da bu cür iftixarla danışır. Quran onların barəsində danışır ki, deyir bunlar da bu cür idilər. Mal, iftixar bir-birindən seçilə bilmirdilər. Evlər bir-birindən seçilə bilmirdilər. Mal, dövlət seçilə bilmirdilər. Qızıl seçilə bilmirdilər. Bilmirdilər necə iftixar eləsinlər, üstünlüklərin göstərsinlər. Halbuki Quran deyir ki, üstünlük yardadır, üstünlük təqvadadır, üstünlük imandadır da. Amma bunlar bu gündə bizim zamanəmizdə var. Bəzi insanlar varına, dövlətinə iftixar edir. Var dövləti var, fəxr edir ki, mənim varım dövlətim var və mən buyam və özüm başqalarından üstün sayır. O adamın həyatı odur. Maşını alır ona görə. Evi tikir başqasına görə ki, göstərsin. Nə bilim, geyimi, keçimi, qızılı, pulu, hər nəyi nədir? Başqasına görə ki, başqasından seçilsin. Ona iftixar edir. İndi bu şeylər, bu cəmaat elə bir həddə gəlib çatıb, Allah bunlara hər şey verib, amma da indi bununla, pulla bir-birindən seçilə bilmirlər. Var dövlətlə bir-birlərindən seçilə bilmirlər. Heç nəylə seçilə bilmirlər, yığışırlar. Həzrət Əli ibn Əbi Talib bu ayənin təfsirini gözəl bir hədis buyurur. Axırda deyir, bunlar bilmədilər neynəsinlər, qaçdılar hara? Qəbrəstanlıqlara, qəbirlərə qaçdılar. Hətta zurtumul məqabir. Məqabir yəni qəbrəstanlıq. Niyə qəbrəstanlığa qaçdılar? Qaçdılar qəbrəstanlığa ki, mənim ölənlərimin sayı sənin ölənlərin sayından çoxdur. Mən səndən üstünəm. Bax ha. Və yaxud başqa cür rivayətdə gəlib ki, ölənlərinin sümüklərini topaladılar. Dedilər ki, mənim ölənlərimin sümükləri görürsən, çoxdur, səninki azdır. Yəni, qəbirləri ilə getdilər, axırda məcbur oldular, qəbirlərlə iftixar eləsinlər. Bu gün də belədir də, Quran elə tək onlara şamil deyil ki, Quran bu günə də tətbiq olunur, qiyamətə qədər. Məgər bu gün qəbirləri ilə fəxr eləyənlər yoxdur, sizə verəm Allaha. Bu gün lağa qoymurlar, buna bax, bunun gücü çatmadı, dədəsinə mərmər də qoya bilmər. Güya bu mərmər qoysa da olacaq, üstün betonlasa nə olacaq, ya bir taxta parçası qoysa nə olacaq. Bəziləri də özün borca xərcə salır ki, geçsin ora böyük bir daş qoysun ki,
Deyəndə də deməsinlər ki, cəmaat deməsin, qoy filan kəsin oldu buna bax, bunu da eləyə bilmədi. Bu cür çoxluqlar, Quran bunların barəsində çox danışır. Allah bunlardan bizi saxlasın. İnsan var, dövlət, ev, eşik, torpaq, bunlar hamısı fanidirlər. Mən bu sözü burada danışmışam bir dəfə, Lev Tolstoyun bir əsəri var. Dünyada insana nə qədər torpaq lazımdır. Doğrudan da çox maraqlıdır. İnsana nə qədər torpaq lazımdır? İnsanlar var da görürsünüz, hər yeri zəbt ediblər, hər yeri tutublar. Cəmaat adi dənizə Allahın suyuna keçə bilmir, oranda zəbt edib zaborlayıblar, zaborlar da 10 metrə. Adi bir təbiət. Meşələr qalmayıb, doldururlar, tutublar. Bəziləri tuturlar xəyanətlə filanla, bunun, bu köpək oğlu, bu neynəmək istəyirmiş? Bunun dağda, bağda nə qədər villaları çıxır? Bu sayı hesabı yoxdur. Yəni bu insan, bu dünyada insana bu torpaq nə qədər lazımdır ki? Bu əsərin içində ümumiyyətlə külliyatının xülasəsi bu hadisədə cəm olub. Mən də o külliyatın elə bir ki, sizin oğucuza qoydum da, yəni o roman, o poema bu iki cümlədən asılıdır. Deyir, bir nəfər kasırın birini çağırır, ya bir dənə insan çağırır, deyir, qardaş, nə qədər torpaq istəsin, mən sənə verə bilərəm. Deyir ki, doğrudan deyirsən, deyir, hə. Deyir, amma şərti var. Deyir, şərti nədir? Deyir, gün batana qədər ged, qayıt mənim yanıma. Əgər nə qədər gedib gün batana kimi qayıda bilsin, neçə kilometr olsa, hamısını sənədlə verəcəm sənə. Sənin torpağın olacaq. Bu insan necə qaçır bə? İndi nə qədər çox qaçsa, belə torpaq düşəcək də payına. Hal qaçır, bir də görür ki, bu günəş batacaq, bunun dala qayıtmağı da var axı. Təzədən arxıya qaça-qaça nəfəsi kəsilir. Elə bu kişinin yanına çatanda ürəyi partlayır, yıxılır, ölür. Bunu balaca bir qəbir qazıb qoyurlar. Lev Tolstoy deyir ki, insana torpaq bu qədər lazımdır. Vəssalam. Allah bu çoxluqlardan çox danışıb, amma Allah bir nəfərdən danışıb, ona da çox deyir. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnne a'taynâkel kavsar fesalli li rabbike venhar. İnne şâniyeke huvel abtar. Allah Tebareke ve Teala buyurur ki, İnne a'taynâkel kavsar, ya Peyğəmbər, mən sənə minnət qoyaraq, əta eləməkdə minnət də var. Verdim yox, göndərdim yox, əta elədim, yəni sənə bir minnət qoydum və sənin üçün çoxluq qərar verdim, çoxluğu sənə bağışladım. O çoxluq nədir? O çoxluq yəni bir dənə. Çünki bilirsiniz də bu surənin gəlişinin səbəbi var. Necə oldu? Peyğəmbərin Abdullah, İbrahim və Qasım övladı dünyasını dəyişdi. Və insanlar başladılar Peyğəmbərin lağa qoymağa. Əbtər sözü ərəblər ya ümumiyyətlə övladı olmayanlara deyirlər, ya oğlan övladı olmayanlara da əbtər deyirlər. Peyğəmbərin qızı Zəhra var idi. Amma övladları dünyasını dəyişdiyinə görə başladılar Peyğəmbərə lağ eləməyə ki, Peyğəmbər əbtər oldu. Yəni, day bunun nəsli, axı nəsil kişidən gəlir axı. Day bunun nəsli qutardı. Bunun gətirdiyi də bundan qutardı. Biz rahat olacaq. Bu zaman Allah nə dedi? Mən sənə Kövsər. Xanım Zəhranı Allah verdi. Ondan elə gözəl keyfiyyətli övladlar əmələ gəldi ki, dünyanın muncisi də ondandır, Xanım Zəhradandır. Xanımın ən böyük əzəməti bu surədir. Yəni, bundan böyük kəramət, əzəmət istəyirsən Xanım Zəhra üçün. Allah buyurur ki, indi siz baxın, o topluma da baxın, o cəmiyyətlərə də baxın, bir dənə Xanım Zəhraya da baxın. Allah əlhəkumut təkasur, onlara da çox deyir. İnnə ətəynəkəl qavfər. Allah bir dənə Xanım Fatimiyə də çox deyir. Bu xanımın əzəməti. İndi keçdim şübhəyə, qardaşlarım. Üzr istəyirəm, biraz çox uzandı elə bil. Dedi ki, birinci şübhə nə idi? Bu hamımızın zehnimizdədir də. Deyirlər ki, Əli əleyhissalam evdə idi, niyə çıxmadı? Və bunlar gəldilər
qapını yandırdılar, qapını açmırdılar diye yandırdılar və qapını başladılar təpi ilə filanla açmağa, içəri daxil olmağa. Nə üçün gəlirdilər? Bunlar xanım Fatimənin dalıca gəlmirdilər. Bunlar gəlirdi Əli ibn Əbi Talibi neynəsinlər? Çəksinlər, məscidə beyyət alsınlar. Məsələ bu idi. Düz, bizim birinci tarixdə gələn mənbələrimizə görə deyir ki, qardaş, Peyğəmbərimizin vəsiyyəti var idi. Vəsiyyəti nə idi? İki şey idi. Səbr və itaət. Ya Əli, çünki Peyğəmbər danışmışdı ki, bu hadisə baş verəcək, sən burada nə eləməlisən? Sən burada səbr eləməlisən və itaət eləməlisən. Hələ mən şübhəyə cavab vermirəm ha. Hadisəni danışıram sizə. İndi şübhəyə cavab verəcəm. İndi bunlar bu işi gördülər və Həzrət Əli əleyhissalam bəzi tarixi mənbələrdə Ustad Rizvani öz kitabında qeyd edib. Həzrət Əli əleyhissalam evdə olanda 17 dənə səhabə Əli əleyhissalamın yanında əyləşmişdilər. 17 səhabə evdə oturmuşdular. Və bunu məscidlə Əlinin evinin arası nə qədər idi? 1 kilometr döyür idi, 200 metrə döyür idi. Yəni məscidin bu yandan fırlanıb bu tərəfə keçdilər. Elə bir məsafə yox idi. Çünki niyə? Mədinə şəhərində məscidin ətrafına evlər hamısı məscidə yapışmışdı. Bilirsiniz də? Çünki hərə bir dənə öz evindən məscidə qapı açmışdı. Və Allah Qur'an-ı Kərimdə var surəsi hadisəsini, danışmıram ki, uzun olar, vaxtunuzu alaram sizin. Ki, hamı qapısını bağlasın, Allah dedi kimdən başqa? Əli və Peyğəmbərdən başqa. Düz? Yəni, məsafə də çox bir məsafə deyil. Amma bunlar narahat idilər. Səhabələr oturub 17 səhabə Əlinin evində. Əlidən biz beyyət almasıq, bizim vəziyyətimiz və gəldilər, hücum elədilər. Bu hadisəni də neynədilər? Törətdilər və Əli əleyhissalam doğrudan mı oturdu evdə və onlar xanım Zəhranı ağacla vurdular, ya şallaqla vurdular, qapı arasında qaldı, içəri cumdular. Həzrət Əli əleyhissalam neynədi? Oturub bunlara baxdı. Həzrət Əli əleyhissalam qalxdı yerindən, ikinci xəlifəni tutdu, qoydu ayağının altına və Peyğəmbərdən olan hədisi oxudu, xatırlatdı ona. Dedi, andula, Peyğəmbəri kəramətlə Peyğəmbərliyə seçən Allaha and olsun. O Peyğəmbərin vəsiyyəti olmasaydı, sənin başı bədəndən ayırardı. Və səhabələr yerdə ayırdılar. İndi bu hadisə, burada qardaş nə eyb var? Amma gecə-gündüz bunu bizim üçün nə edirlər? Həssas yerimizdən vururlar. Deyir, nəcür olar, kişinin yanında ailəsini döyələr, o da durar. Yaxşı, madəm sən mənə şübhə edirsən, mən də sənə bir sual verirəm. Bax, bunu yadınızda saxlayın, çox mühümdür. Osmanın xəlifə idi. Osman 3-cü xəlifə idi. Osmanın evinə hücum çəkdilər. Osmanın evinə hücum çəkəndə Osmanın bir neçə dənə xanımı var idi. Bir xanımın da adı Nailə idi. Və Osman onu çox istəyirdi, çox ona hörməti var idi. Osmanı istədilər öldürsünlər, Nailə özün verdi qabağa. Nailənin əli də kəsildi, orada döydülər də, öldürdülər. Yaxşı, siz ki bizə deyirsiniz, niyə əli qalxmadı? Mən sizə sual verəm, Osman niyə qoymadı, cummadı ki, ailəsini orada, o xanımı orada öldürürlər, döyürlər. Qayıdır ki, çün Osman səbirli idi və səbir elədi və Peyğəmbərdən eşitmişdi. Necə olur Osman səbr eləyəndə heç bir eybi şübhəsi olmur? Amma Əli səbr eləyəndə şübhəsi olur. Hə? Aydın oldu sizə məsələ necədir? Yəni sən ki mənə şübhə eləyirsən, Əlini xanımın yanında döydülər, Əli qalxmadı, Əli qalxdı. Yaxşı, madəm belədirsə, mən sənə deyirəm ki, Peyğəmbərdən səhih və mötəbər hədis var ki, vəsiyyət eləmişdi, səbr və itaət. Amma sən bunu qəbul eləmək istəmirsən, istəsən məsələni gizlədəsən, üstün örtəsən. Yaxşı, mən də sənə sual verirəm. Osmanın evinə hücum çəkdilər və Osmanın gözünün qabağında xanımına qılınc vurdular. Yaxşı, niyə orada deyirsən Osman Peyğəmbərdən eşitmişdi, səbr əhli idi, səbr elədi?
bunu əliyə çatanda qəbul eləmək istəmirsən. Bu bir. Aydın oldu məsələ, vaxtınızı çox aldım. İkinci şübhə nədir mənim əzizlərim? Bu çox mühüm məsələdir. İstər məhərrəmlik olsun, istər bu zülm məclislər olsun, mərsiyələrimizdə falan deyəndə, xütbəmizdə lənət oxuyuruq. Sual verə bilərlər, qardaş, siz niyə səhabələr falan bəyək müqəddiməsini dedim də sizə. Niyə onlara lənət oxuyursunuz? Mən bir dənə hədis, bir dənə də Quran ayəsi ilə sizə bir dənə dəlil verəcəm, əlinizdə olsun. Allahın Peyğəmbəri nə buyurdu? Fatimətu, bəz'atu, bəz'atu minni. Xanım Fatimə mənim bədənimin yarısıdır. Mən əğzəbəhə fəqəd əğzəbəli. Hər kim xanıma zülm eləsə, əziyyət eləsə, kimə eləyib? Peyğəmbər eləyib. Düz. Bu, Buxarada da var, Səhih Müslimdə də var, həqiqətən də var bu hədis. Bu hədisi hamı qəbul edir. Yaxşı, Peyğəmbər dedi, xanım Fatimə mənim cigərimin parasıdır, bədənimin yarısıdır. Hər kim xanım Fatiməyə zülm eləsə, əziyyət eləsə, mən əziyyət eləyim. Düz bu hədis. İndi birdən deyərsən ki, hədis, mən sənə Quran ayəsi gətirirəm. Əhzab surəsi 57-ci ayə. Allah təbarək və teala nə deyir? Bismillahirrahmanirrahim. İnnellezîne yuzûnellâhe və rəsûle və lânehumullahu fid-dunya vel-âxirə və addə lehum əzâben muhînə. Bu da sənə ayə. Ayə nədir? Deyir, o kəslər Allaha və onun Peyğəmbərinə əziyyət eləsələr, azar eləsələr, Allahın lənəhumullahu, Allahın lənəti olsun. Harada? Fid-dunya, dünyada. Sonra harada? Fil-axirə. Həm dünyada Allahın lənəti olsun ona, həm ahirətdə Allahın lənəti olsun ona. Və ahirətdə də böyük əzabı var. Yaxşı, bu Quran ayəsi Peyğəmbər deməyib ki, Fatimətu bəz'atu minni, mən hər kim xanım Fatiməyə zülm eləsə, qəzəb eləsə, mənə qəzəb eləyib. Deməli, Fatiməyə qəzəb eləyən, zülm eləyən Peyğəmbər eləyib. Peyğəmbərə əziyyət eləyən nə eləyib? Allah deyir, lənəhumullahu fid-dunya vəl-axirə və əddə ləhum əzabən muhînə. Bu da mənim dəlilim. Mən ki, lənət oxuyuram, xanım Fatiməyə zülm eləyiblər, xanım Fatiməyə əziyyət eləyiblər, lənətimin dəlili var. Quran ayəsi. Bəs bu iki dənə az da olsa, qısa da olsa, fikirləşdim ki, inşallah sizə bir faydası olar, bunları zehninizdən eyni saxlayın inşallah. Əzizlərim, mənim sözüm bitdi. Bugün Rüqəyyədən deyəcəm. Ki, səbəb var, qardaşım da hazır olsun inşallah. Bax, bu xanımın məclisi, bu məhəbbətin nişanəsidir. Bu xanıma olan məhəbbətin, sevginin nişanəsidir. Məhəbbət, sevgi, eşq iki cürdür. Bir dəfə var, batindədir. İnsanın batini yanır və bir ruzə verir. Bir dəfə də var, bəzi insanlar görmüşsünüz də deyirlər, biz Fatiməni sevirik, biz Əlini də sevirik, biz Hüseyni də sevirik. Bu sevgi ilə sənin qəlbində olan sevginin fərqi bilirsən nədir? Şam görmüşsünüz də, Şam da yanır, oddur. Kömür də görmüşsünüz də, közdür. Şamı piliyirsən, sönür od. Közü piliyirsən, biraz da qızışır. Fərqi gördün? Sənin içində olan məhəbbət budur. Nə qədər piləsələr, nə qədər piləsələr qızışacaqsan. Amma o ki, bəziləri deyir, mən sevirəm. O
Şamın ışığına bənzər elə. Fü eləyən kimi görsən sönür. Buna fü eləysən qızışır, buna fü eləysən sönür. Bax bu xanıma olan məhəbbət eşq bax budur. O Nizami Gəncəvinin bir şeiri var. Allah rəhmət eləsin. Yəni bu şeir elə tətbiq eləmək olur həm xanım Zeynəbə, həm xanım Fatimiyə. Niyə? Çünki biz bilirik də mən birinci gün yadınızda varsa mən danışanda sizə bir söz dedim. Bilmirəm nə qədər mənim sözümü tuta bildiniz ya yox. Mən dedim ki, bu qədər ki biz ağlamağımızın savabı var, bunlar öz yerində. İnanın ki burada elə bir şey yoxdur ki onun savabı olmasın. Amma mən biraz sizi apardım yuxarı ki, ey kaş, xanım Fatimiyə bu qədər ağlamağımız kimi Əli ibn Əbi Talibin vilayətinin məzlumiyyətini ağlayardı. Çünki xanım Fatimə bu vilayətin yolunda özün qurban verib. Bu vilayədən görə qurban verib. Nizami Gəncəvi nə deyir? Nizami Gəncəvi deyir, mən o şeiri fars dilində deyir, mən tərcüməsini deyirəm sizə. Deyir, gecənin bir vaxtı gözüm sataşdı, gördüm Pərvanə ilə Şam bir-biri ilə danışır. Biraz da qulaq yaxına gəldim, görüm hələ Pərvanə ilə Şam nə danışır. Bu şairin zövqidir ya, bunun zövqi təfsir oluna deyirlər. Deyir, gördüm ki, Şam Pərvanəyə sual verir. Deyir, ay Pərvanə, sən ki bu qədər bu işığın odun başına fırlanırsan, axırda özü vurursan, o da həlak eləyirsən. Bunu niyə eləyirsən? Deyir, Şam, mən öz həqiqi eşkimin yolunda, o eşkin yolunda özümü qurban verirəm. Mən istəyirəm, məşuquma eşkimi subut eləyəm. Özümü neynirəm? Eşkimi subut eləmək üçün özümü yandırıram, həlak eləyirəm. Yaxşı Şam, mən ki eşkimi subut eləmək istəyirəm, özümü vururam, o da yandırıram. Yaxşı, mənim də sənə bir sualım var da. Və sən niyə əriyirsən? Allah-u Ekber. Və sən niyə əriyirsən? Deyir, Pərvanə. O kəpənəyə deyir də, Pərvanə deyirlər ona. Bilirsən mən niyə əriyirəm? Baxıram sən eşqin yolunda özü necə həlak edirsən ha? Eşqin yolunda özü həlak eləməliyin məni əlidir, yoxa çıxardır. Yəni həsəddən, həsrətdən, kədərdən mən əriyirəm ki, bu necə ola bilər insan eşqinin yolunda neyniyə? Canın fəda eləyə. Bu nə cür ya Zəhra? Sən nə cür bu vilayət eşqinin yolunda canını verdin? Rüqəyyə gələcəm, Pərviz qardaşım, hazır ol. Sözünü bitirirəm. Bəşir Kərbəladan əsirlərin karvanın ipin tutandı ta Kufə, Şam, Mədinə. Bəşir, adı Bəşir. Bəşir nəql edir, deyir, gəldik, çatdıq Mədiniyə. Mədiniyə daxil olanda, Mədiniyə ki çatdıq, gördüm o Mədinənin o giriş qapısı ki var, gördüm Allah, Ümmülbənin dayanıb orada. Ümmülbəni dayanıb orada, karvanı gözləyir. Axı yola salmışdı Kərbəlaya. Bəşir deyir, yaxınlaşdım. Yaxınlaşanda Ümmülbəni soruşdu, Bəşircan, Hüseyninlə nə xəbər? Deyir, mən dedim ki, başın sağ olsun. Övladın Abdullah bu cür şəhid oldu. Deyir, çöndü, dedi, Bəşir. Dedim ki, Allah sənə həcr versin. Oğlum belə şəhid oldu. Dedi, Bəşir, de görüm Hüseynimdən nə xəbər? Deyir, dedim ki, o biri oğlun da bu cür şəhid oldu. Allah sənə əcr versin. Gördüm, deyir ki, Bəşir, de görüm Hüseynimdən nə xəbər?
Dedim ki, Ümmül məni bağışla. Bilirsən necə Əbəlfəzli Əbbasin o uzun qolların qələm elədilər. Gördüm, deyir ki, Bəşir, nə əcirdən danışırsan, nə qoldan danışırsan, de görüm Hüseyin'dən bir xəbər var. Dedim ki, Ümmül bəni Hüseyin'i də şəhid elədilər. Deyir, əllərin açdı göyə və sual verdim ki, Ümmül bəni, sən oğlanları soruşmadın, amma Hüseyin'i soruşdun. Əllərin qaldırdı göyə, dedi, Allah, mənim oğlanlarım məni xanım Zəhranın qabağında üzümə av elədilər. Əgər Hüseyin qalmayıbsa, mənim övladlarım qalmağının mənası yoxdur. Allah, sən məni xanım Fatimənin huzurunda xəcalətli eləmədin. Allah, biz gəlmişik bura xanımın məclisinə. Xanımın nəzəri var, İmam Zaman ağanın anasının, nənəsinin məclisidir. Biz də inşallah çalışırıq ki, Anın Zəhranı gəlib də xəcalətli olmayaq. Müşküllərimiz çoxdur, dərdimiz çoxdur. Deyə bilmədiyimiz dərdlərimiz çoxdur. Ya Zəhra, sən bir nəzər elə. Sözüm bitdi. Bilirsiniz də, İmam Hüseyin xanım Rüqəyyə həmişə deyərdi, sən nənəm Zəhraya oxşayırsan. Şamdaydılar. Xülas eləyim. Həmən gecə xərabədə Rüqəyyə yata bilmirdi. Hey atasını istəyirdi, hey atasını istəyirdi. Axırda qərara gəldilər, bir dənə podnis, yəni sininin içinə İmam Hüseynin mübarək başını qoydular, üstünə bir parça atdılar, gətirdilər. Rüqəyyə küsüb kənarda dayanmışdı. Dedi, əmmə Zeynəb, mən yemək istəmirəm ki, bunu Ümmü Gülsüm nəql edir. Rüqəyyə dedi ki, mən yemək üçün ağlamamışam, ağlamıram yemək üçün. Mən atamı istəyirəm. Deyir, birdən elə ki, o elə bildi yeməkdi, əli ilə sinini belə itələyəndə, o parça düşəndə, İmam Hüseynin mübarək başı gördü Rüqəyyə. Ümmü Gülsüm deyir, Allah yapışıb o başdan, gücü də çatmır. Amma heç kəsi qoymur, deyir, bu mənim adamdır, mənim dərdim var, atama sualım var. Ümmü Gülsüm deyir, gördüm ətəyi ilə o başı qoydu qabağına. Başladı o üzün, tozun, o qanın, o ləkəni təmizlədi. Durdu qolların çırmaladı. Əlin qoydu belinə o körpə 3-4-5 yaşında olan Rüqəyyə. Dedi, atam, sən bilirsən, sən ki mənə həmişə deyərdin, sən nənəm Zəhraya oxşayırsan. Mən indi bildim niyə nənəm Zəhraya oxşayıram. Ata, sən deyərdin ki, nənəm Zəhranı küçədə silə vurdular üzünə. Ata, bax, gör necə məni küçədə üzümə silə vurdular, yeri qalıb, deyərdin ki, anamın üzündə o sillərin yeri qalmışdı. Ata, sən ki deyərdin, nənəm Zəhraya oxşayırsan, mən indi bildim niyə deyərdin. Çünki bax, qollarıma gələndə yolda o qədər qamçı vurublar, güərib deyərdin ki, küçədə nənəmin əllərinə qamçı vurmuşdular. Qamçının zərbəsindən əlləri güərmişdi. Ata, mən ona görə nənəm Zəhraya oxşayıram. Və axırıncısı dedi, ata, sən ki deyərdin, nənəm Zəhraya oxşayırsan, deyərdin ki, nənəm ki, qapı ilə divar arasında qaldı, o böyrü, pəhlusi ki əzildi, qabırğası sindi. Ata, yolda mənim böyrümə elə vurdular ki, ata, mənim də böyrüm pəhlum ağrıyır. Və o ağrıdan bir tərəfli dayanıram. Ona görə nənəm Zəhraya oxşayıram.